Takipçiləri, bugün sizlərlə MHM test toplusundan, funksiyalar bölməsindən, hansı ki yeni nəşr test toplusudur bu və burada funksiyalar, qrafiklər bölməsindən test 5-in bir neçə sualının gəlin vaxt çatdırdığım qədər izahını paylaşaq. Birinci sualda gördüyünüz kimi yazıb ki, təyin oblasti 4 müsbət sonsuzluq aralığında təyin olunub bir funksiyanın və verir ki, fx bərabərdir x minus 3-ün kvadratı üstəgəl 1 funksiyası. Deyir fx 17-dirsə bu tənliyi həll edin. Bir funksiyanın təyin oblastına baxıb biz bu tənliyi həll etməliyik. Çünki bunun x-i 4-dən sağda qiymətlər almalıdır. Yəni kök taparkən bunu nəzərə alırıq. Heç bir şey. Burada x minus 3-ün kvadratı üstəgəl 1-i 17-yə bərabərləşdirdiniz. X minus 3-ün kvadratı etdi 16. X minus 3 nəyə bərabər oldu? Ya müsbət 4, ya mənfi 4. İndi burada seçimi təyin oblastı edəcək. Hansı ki, burada mənfi 1 alırsınız, bir də 7 alırsınız. Təbii ki, burada bu kök düşə bilməz. Deməli, bizim kökümüz neçə olmalıdır? 7. Onda cavab olacaq D variantı. Keçək ikinci suala baxaq. İkinci sual deyir, dövrü nədir? 2-dir. İkinci sualı həll eləyək. Dövrü 2 olan bir funksiyadır. Və t dövrü 2 olan bir funksiya üçün bircə dəqiqə izninizlə deməli burada daha yaxşı görək bunları. Deməli dövrü 2 olan bir funksiyadır. İndi burada yazacağım. Dövrü 2 olan bir funksiyamız var. T bərabər 2 olan funksiya. Və sizə burada funksiyalar verib. Baxın. Mötərəzənin içində yazıb 3-də 13. Mən istəyirəm bir-bir hesablayaq. 3-də 13 nə deməkdir? Hansı ki 4 tam 3-də 1. 4 tam 3-də 1-dən. Biz aydın məsələdir ki, dövrdən bilirik ki, əgər bir funksiyanın dövrü 2-dirsə, n vurulsun 2 şəklində olan bütün ədədlər o funksiyanın dövrü sayılır. İstər mənfi, müsbət, tam ədədlərin hamısı. Yəni siz bundan 4 çıxsanız, dövrün hansı ki 2 mislini çıxsanız, f3-də 1 qalar. Yəni dövrün neçə mislini istəsəz tam ədəd cəhətdən deyirəm, mənfi və ya müsbət fərq etmir. Toplaya da bilərsiniz, çıxa da bilərsiniz. f3-də 1. f3-də 1 hansı aralığa düşür? Burada yuxarıdakı parçaya düşür də 3-də 1. Təxmini neçə deməkdir? 3-də 1, 6-da 2 deməkdir. Düşəcək yuxarıdakı parçaya. O zaman buradan nə etmək olar? Deməli, 3-də 1-i yuxarıda hesablasaq, nə verəcək bizə? 4 vurulsun, 9-da 1, yəni 9-da 4. Bu birinci tərəfi. İndi f mənfi 4-də 21-i hesablayırsınız. F mənfi 4-də 21 nə deməkdir? Mənfi 5-4-də 1. Amma görürsünüz ki, onun təyin oblastının içində mənfi alan qiymət yoxdur. Deməli, siz dövrün ilə bir mislini əlavə etməlisiniz ki, həm o parçalara düşsün, həm də onu müsbətə çevirsin. Dövrün 3 mislini əlavə eləsək, biz bunu gerçəkləşdirə bilərik və alınar f4-də 3. f4-də 3 hansı parçaya düşür? Aşağıdakı intervala düşür. Yəni cavab 1-dir. Bu da soruşur ki, məndən bunların cəmini tap. 9-da 4 ilə bunun cəmi eləyəcək cavabımız 1,9-da 4. O da neçə deməkdir? 9-da 13. D variantında doğru nəticə var. Keçək 3-cü suala. Bunları silək. Deməli, 3-cü sualda deyir ki, əsas dövrü 2 olan bir funksiya verib bizə. T bərabər 2 olan bir funksiya verib. Və təyin oblastı, təbii ki, burada təyin oblastların nəzərə almaq lazımdır. F3, F2, çıx F1 verib. Biz necə nəzərə ala bilərik? F3 hesablamaq istəyirsiniz. F3 bu təyin oblastda düşmür. F2 dövr cəhətdən elə böyükdür ki, o təyin oblastda düşsün. Məsələn, dövrün 2 mislini əlavə eləyək. Yəni 4 əlavə eləyək. Olarmı F7? Olar. F7 təyin oblastda düşürsə, hesablamaq şansımız var. Aparaq funksiyanın özündə yerinə etdi yazaq. Bura funksiyanı köçürdüm. X minus 8 çıx x. Baxın, funksiyanı köçürdürəm. Aparıb 7 yazsam yerinə 1 çıx 7 mənfi 6. Sonra F2 lazımdır bizə. F2 də o təyin oblastda düşmür. Baxın, bura düşməlidir bu təyin oblastda. Bu təyin oblastda düşməyən qiyməti hesablaya bilməzsiniz. 2-nin üzərinə dövrün neçə mislini gəlsək? Dövrün 3 misli 6 eləyir, gəlsək 8 eləyər, düşər. Baxın, dövrün 3 mislini gəlirəm. F8-i aparaq hesablayaq. F8 eləyəcək mənfi 8. Və nəhayətində F1 qaldı. F1-ə görə necə eləyə bilərik? 1-in üstünə dövrün neçə mislini gələk? Dövrün 4 mislini gəlsək, F9 eləyir, düşmür.
Dövrün 3 mislini gəlsəm, yenə də 3 mislini dövrün gəlim, 6 gəlim, F7 eləyəcək və F7-ni də biraz öncə yenə tapmışıq. Bunlar bərabərdir. İndi sizdən soruşur, bunların hasilini tap. Yəni, -6-nı vur -8-ə, çıx, al -6-nı. Bu da eləyəcək 48, deməli, üstə gəlinsin 6. Bunun da cavabı nə qədər verəcək bizə? 54. 54 hansı variantda var? C variantında var. Keçirik 4-cü suala. Aha. 4-cü sualda deyir ki, t bərabər 2 olan dövrü var. Deməli, t bərabər 2 dövrü olanlar üçün funksiyamızı da verib fx bərabər 8 minus x. Amma funksiyanın təyin oblasına yenə nə etməliyik? Diqqət etməliyik. Çünki bura düşməyən qiyməti isə, məsələn, f1-ə hesabla deyir. O təyin oblasında yoxdur bir qiyməti. Biz elə etməliyik ki, ora düşsün. 1-in üstünə, məsələn, dövr 2-dir. Dövrün 3 mislini gəlsəz f7 eləyərmi? Düşər. f7-ni aparın funksiyada hesablayın. 8 çıx 7, 1. f3 lazımdır, yox, f2. f2-ni bəs necə edək düşsün? 2 üstə gəl. Dövrün 3 mislini yenə gəlim. O zaman f8 olar. Bu da verir mənə 0. Bir dənə qaldı f3. f3 düşmür, düzdür. Dövrün neçə mislini gəlim? Dövrün 2 mislini gəlimmi? 7 eləsin, düşür. f7. f7-ni də biraz öncə hesaplamışdıq, 1. O zaman bunların cəmin istəyir. 1, 0, 1. Nə qədər eləyir? 2. Hansı variantda var? C variantı. Ola bilər, bəzi sualları biraz sürətli izah verəm. Çünki mən adətən bu izahları dərslərin arası verirəm. Əgər nəsə tam aydın olmasa, rəydə yaza bilərsiniz. Digər videolarda onu nəzərə alaram. Burada oldu C variantı. 5-ci sualda, deməli 5-ci sualda funksiyamızı verib ki, f5 minus 2x kvadratımız funksiyada 0-dır. Funksiyanın sıfırları nədir? Yəni, arqumentin apsis oxunu kəsdiyi nöqtələrdə, belə deyək, apsis oxunu kəsdiyi nöqtələrdə funksiya 0-a bərabər qiymət alır. Ona görə burada apsis oxunu kəsdiyi nöqtələrə diqqət yetirin. -3, 0 və 3. O zaman bu o deməkdir ki, siz bu qiymətlərdə deməli f-3 yaza bilərsiniz yerinə, hansı ki f0 yaza bilərsiniz və f3 yaza bilərsiniz. f-3 yazsanız, -2x kvadratı bərabərdir -8, x kvadratımız 4 və x-imiz bərabər olacaq plus minus 2. 2 dənə kök buradan. Buradan çıxır ki, x kvadratı 0, buradan bir kök sadəcə. Buradan isə kökün sayına baxaq. 3 qiymətini yazanda -2x kvadratı bərabər olacaq. Deməli, nəyə? -2x kvadratı bərabər 3 çıx 5 -2-yə. -2-yə. X-in kvadratı 1-ə bərabər olacaq və x kvadratı da bərabərdir plus minus 1. O zaman 2 kök buradan, 2 kök buradan, 1 kök də buradan, 5 dənə kök olmalıdır. Harada var? A variantında doğru cavab var, 5 dənə kök. Baxaq, deməli, növbəti suala. Bir dəqiqə, üzrü sayın. Burada bir tənliyimizin həlli 0 deyil. Burada bir tənliyi səhv getmişik. Bir dəqiqə bunu silək. Burada mən niyə bunu gözdən qaçırmışam? Bəzən olur. -2x kvadratlar. Burada da 2 kök alınır. Mənlər, burada 2/5'li plus minus kök alınır. İrrasional da olsa bu kökü sayılır. Onda 6 dənə eləyər. B variantıdır. Hesab səhv etmişik orada. Eyb yox. Düzəltdik. 6-ya baxaq. 6-cı sualda. 6-cı sualda deyir, fx funksiyası bütün ədəd oxunda təyin olunmuş bir funksiyadır. Fx funksiyasının dövrü 6-da t bərabər 4-dür. f3 15-dir. f3 15-dirsə, f-5'i soruşur. 3 f-5 üstə gəl 2 f-103'ü soruşur. Gəlin baxaq. Nə edə bilərik? f-5 dövrü 4 olan bir funksiyadır. Bizə də sadəcə f3 15 verib. Deməli, mən bundan istifadə etməliyəm. -5'i almaq üçün. Baxın, f3-dən dövrün 2 mislini çıxsam alaram-mı? Deməli, f-5 elə f3-ə bərabərdir. Cavab 15'dir. Yaxşı, f-103'ü necə ala bilərəm? F-103'ü
F3 üstə gəlinsin. Dövrün 25 mislini yaza bilərəmmi? Yazaram. Bu da elə deməli F3-dür. Cavab 15-dir. Çox sadə. 3 vur 15. Üstə gəl. 2 vur 15. 45 o da 30. 75 eləyər. Doğru cavab C variantı olar. Sonra keçək 7-ci suala baxaq. Deməli 7-ci sualda F-3'ü verib ki, bizə hansı ki 7-dir. Dövrü neçədir? Dövrü də 5-dir. F7-ni soruşur. F7-ni gəlin görə F-3-dən necə ala bilərəm? Baxın, -3-ün üstə dövrün 2 mislini gəlsəm F7-ni alıram. Onda deməli elə bu da 7-dir də. Həmçinin burada bir şərt də var. Tək funksiyadır deyir, onu da unutmayaq. Məsələn, F5-i soruşur. Dövrdən F-3-dən, yəni F3 bu o deməkdir ki, F-3 7-dirsə, F3 -7-dir. Bu anlama gəlir. Biz ola bilər ki, hardasa F3-dən də istifadə edək. Baxın, F5-i tapmaq istəyirik. F5-i gəlin görək necə tapa bilərik. F5-i yaza bilərəmmi ki, deməli, F-3-dən istifadə eləsəm, hansı ki? Yox, F3-dən yox. Biz gəlin belki belə edək. Axı tək funksiya deyir şərtdə. F0 0 deyilmi? Onda 0-ın üstünə 5 gələndə də böləcək F5, onda F0-a bərabərdir və bunun cavabda 0-dır. Yaxşı, indi qaldı 3 F8. F8-də, yəni F8-i hesablayaq. F8-i yaza bilərəm. F3 üstə gəl dövr. Bu da hansı ki F3-ə bərabər olur. F3-də -7-dir. Hesabat aparaq. 5 vur 7, üstə gəl 2 vur 0, çıx 3 vurulsun -7. 35 üstə gəl 21, bu da neçə eləyir? 56. A variantı. Bizcə dəqiqə burada doğru cavabları nişanlayaq. Aha, 56. Yaxşı, keçirik 8-ci suala. 8-ci sualda azalma aralığı soruşur. Kvadratik funksiyadır. Bu sizin üçün sadə bir test tapşırığı olmalıdır, elə bilirəm. Çünki f(x) bərabərdir. -x kvadratı üstə gəlinsin 2x üstə gəlinsin 3 funksiyası verilib və azalma aralığını soruşursa bu deməli azalma aralığı nədir? Ümumiyyətlə kvadratik funksiya a-sı mənfidirsə, bunun azalma aralığı baxın, mənfi sonsuzluqdan m-ə qədər artır, m-dən müsbət sonsuzluğa azalır. Yəni, m(x) müsbət sonsuzluq olmalıdır cavab. Ona görə siz bunun m-ini tapsanız, mənfi 2 bölünsün, 2 vur -1. Cavab eləyəcək 1. Yaxşı, deməli bu 1 müsbət sonsuzluq aralığında nə olur? Azalır. Əks aralıqda da artır. 9-cu suala baxaq. 9-cu sual klassik sual tipidir. Hansı ki bu suallarla siz çox test toplusunda rastlaşa bilərsiniz. Amma burada bir fərqliliyi odur ki, sizə f(x) funksiyasını verib cütdür. Tamam, bunu başa düşdü. Cütdür o deməkdir ki, yəni f-x bərabər müsbət f(x) şərti var. Cüt deyəndə ağlımıza məsələn ilk nə gəlir? Kvadratik funksiya və yaxud modul funksiya. Burada ikisindən də istifadə etmək olar bu funksiya modelini yaratmaq üçün. Deyir, azalandı da. Bu azalandı. Harda azalandı? Mənfi sonsuzluq 0-dır. Amma bir şey qarışdırmayın ki, f(x) falan aralıqda azalandı. Söhbət bizdə f(x) -3-dən gedir. f(x) -3-dən gedirsə, onda bəs onun azalan olduğu yeri bilmirəm axı mən harda azalandı. Mən özümə bir f(x) modeli düzəldim. Məsələn, f(x)a nə düzəldə bilərik? Azalan olsun, həmin aralıqda və cüt olsun. X kvadratlı funksiyasını düzəldə bilərəm. Hansı ki, mənfi sonsuzluq 0-da azalandı və cüt funksiyadır. Onda burada bunları yerinə yazın da. Və yaxud bunu da yaza bilərsiniz. f(x) bərabər modulda x aparın yerinə yazın. Sizin üçün hansı daha rahatdırsa istifadə edin. İkisini də doğru cavab alacaqsınız. X -3-ün kvadratı kiçik bərabərdir 7-nin kvadratı. Sanki bunları aparıram, burada yerinə yazıram. Müxtəsərə görə açsam x -3 -7, x -3 +7. Biraz ola bilər bəzi şeyləri sürətli yazım. Yenə də deyirəm, aydın olmayan tərəfləri rəy bölməsinə yaza bilərsiniz. Sıfırları nədir bunun? -4 10'dur. Müsbət, mənfi, müsbət. Kiçik sıfırı da alır. -4 10 parçasında. Deməli, doğru cavabımız bu olmalıdır. Burada harada var? D-də var. 10-cu suala baxaqmı? 10-cu sualda deyir ki, funksiyası təkdir. f(x) təkdir. Ağlınıza o dəqiqə tək funksiyaları gətirin. Yəni f-x mənfi f(x)dir. Amma 0 müsbət sonsuzluqda azalandı. Bəs yaxşı, mən elə bir model tapım ki, 0 müsbət sonsuzluqda azalan olsun.
Kubikin mənfisi bu modelə uyan bir sual tipidir. Daha doğrusu nümunədir, bağışlayın. Kubikin mənfisi. Hansı ki, kubikin mənfisinin qrafikini çəkmək istəyirəm. Baxın. Kubikin mənfisi bu aralıqda, onun dediyi aralıqda azalandı. Deməli, mən haradasa modelimi qurdum. Mənim funksiyam, fx funksiyam mənfi x kubu modeli uyğunlaşır. Aparım, onları yerinə yazım. Mənfi x minus 2-nin kubu kiçikdir mənfi 3-ün kubu. Kubları aparsaq, hər tərəfində mənfiyə görə bölsək, x minus 2 böyükdür. Müsbət 3 edir, düzdürmü? Yox, mənfi 3. Mənfi 3. Mənfi 3. Nə çıxır buradan? X minus 2 böyükdür. Deməli, olacaq nə? Mənfi 1. Elə birbaşa yazaq da bunu. X böyükdür mənfi 1-dən. Deməli, bu hansı aralıqdadır? Mənfi 1 müsbət sonsuzluq aralığıdır. Mənfi 1-dən böyük. Harada var? O da cavabda A variantında var. Burada bu videoda 10-cu suala qədər izahı vaxt çatdıra bildik. Amma növbəti videoda böyük ehtimal ki, geri qalan testlərin izahı olacaq. İzlədiyiniz üçün sağ olun.